Dəniz səviyyəsindən 2400 metr hündürlükdə, Kəlbəcərin ən uca zirvələrində ən yeni tarix yazılır. 2023-cü ilin avqustunda Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Zarkəndi bugün bölgənin iri quruculuq meydançalarından birinə çevrilib. 20 illik inkişaf perspektivi ilə layihələndirilən bu kənd ekoloji yaşıl enerji konsepsiyası və müasir sosial infrastrukturu ilə diqqət çəkir. Kəlbəcər şəhərindən sonra növbəti köçün səbirsizliklə gözləndiyi kəndlərdən deyərdim ki, ilki məhz Zarkəndidir. Zarkəndinə ilkin mərhələdə 547 fərdi evin layihəsi işlənir. Gözlənilir ki, il sonuna qədər işlərin yekunlaşdırılması həyata keçirilsin. Şəhər mərkəzindən cəmi 26 kilometr uzaqlıqda aparılan qazıntılar torpağın altındakı minillik sirləri də gün üzünə çıxarır. Kəlbəcər rayonunun Zar kəndində aparılan quruculuq işləri zamanı üst-üstə 2 qat qəbirlər aşkarlanıb. Bu fakt bölgənin ən az 2000 illik şəhər mədəniyyətinə malik olduğunu təsdiqləyir. Bura isə Moz çay və Tutqun çayın qovşağından 1 kilometr şimalda yerləşən Zülfüqarlı mineral termal su yatağıdır. Hidrokarbonatlı, natriumlu və kalsiumlu tərkibi ilə seçilən bu su sutkada 600 min litrlik nəhəng ehtiyatı ilə bölgənin ən mühüm təbii sərvətidir. Revmatizmadan dəri xəstəliklərinə, sinir sistemi pozuntularından oynaq ağrılarına qədər 1001 dərdin dərmanıdır. 58-67 dərəcədə olan isti su termal bulağı ilə yanaşı kənd ərazisində müxtəlif minerallarla zəngin 12 aktiv bulaq mövcuddur. Gündəlik istifadə üçün yararlı, təbii qazlı mineral su olan isti su mənbəyini Kəlbəcərin Dəlidağ ərazisindən, dəniz səviyyəsindən təxminən 1600 metr yüksəklikdən götürüb. Bu mineral suyun istehsalına 1976-cı ildə başlanılıb. 1993-cü ildə Kəlbəcərin işğal edilməsi ilə yarımçıq qalıb. 44 günlük vətən müharibəsində Qarabağın azad olunması ilə bu ərazilərdə geniş miqyaslı quruculuq işləri başladı. Təməli 2022-ci ilin iyulun 26-sında Prezident İlham Əliyev tərəfindən qoyulan İsti su mineral su zavodunda işlər 2024-cü ildə tam yekunlaşıb. Beləliklə 30 ildən sonra isti su yenidən istehsal olunmağa başladı. Hazırda zavodun illik istehsal gücü 100 milyon butulkadan artıqdır. Bütün istehsal prosesi yerli və beynəlxalq standartlara uyğun şəkildə təşkil edilir. Zavodda qabaqcıl avtomatlaşdırılmış su doldurma xətləri və robotlaşdırılmış ambar idarə etmə sistemi quraşdırılıb. Ən müasir standartlara cavab verən müəssisədə illərdir vətən həsrəti ilə yaşayan insanlar çalışır. Doğma rayonunda işləmək, onun inkişafına öz töhfəmi vermək mənim üçün böyük qürur mənbəyidir. Burada yaradılan iş şəraiti, yeni imkanlar insanı daha da həvəsləndirir. Bu səbəbdən göstərilən diqqət və qayğıya görə dövlətimizə dərin təşəkkürümü bildirirəm. Çünki biz bugün bu qayğı və dəstək sayəsində yenidən öz yurdumuzda xoşbəxt şəkildə yaşayır və çalışırıq. Zavodun yaratdığı iş imkanları bölgədə iqtisadi canlanmaya səbəb olub. Bu canlanma isə öz növbəsində daha böyük hədəflərə, insanların rahat və firavan yaşayışına töhfə verəcək. Rahatlıqdan danışmışkən qeyd edək ki, Kəlbəcərdə sosial xidmətlərə əlçatanlığı təmin etmək üçün dost mərkəzi yaradılıb. Əslən Kəlbəcər rayonu Susluq kəndindənəm. Kəlbəcər şəhərinə ilk köç etmişlərdənəm. Həddindən artıq çox qürur vericidir. Kəlbəcərdə Kəlbəcər sakinlərinin dostu olmaq, bir pəncərədən onlara xidmət etmək, yüksək səviyyədə, yüksək peşəkarlıq göstərib xidmət etmək çox böyük qürur verici bir hissdir. Kəlbəcərdə atılan hər bir addım, görülən hər bir iş sakinlərin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəlib. Kəlbəcərlilər şad xürrəmdirlər. Bu da qəhrəman oğullarımızın şücaətinin nəticəsidir. Şəhid polkovnik leytenant Anar Əliyev kimi oğulların. Anar Kəlbəcər uğrunda döyüşlərdə silahdaşları ilə çiyin-çiyinə döyüşüb, qəhrəmancasına şəhadətə ucalıb. Atası Vaqif müəllim oğlunun canı bahasına azad edilən bu torpaqlarda qürurla yaşayır. Anar şəhid olanda əvvəl çiynindən vurulmuşdu. Vurulub yoldaşların dediyinə görə bu anda Qazaxdan Adil Əfəndiyev adlı həkim, baş leytenant, ali təhsilli həkim komandirə kömək üçün özün irəliyə atıb
və bir qumbara satıblar. Orada hər ikisi şəhid olub. Həmin döyüşdə 17 nəfər şəhid olub, 13 nəfər ağır yaralı olub, 3 gündən sonra onları çıxarıblar. Bax, belə bir döyüş yolu olubdu. Şəhid olandan sonra isə Füzuli, Xocavənd, Şuşa azadlıq uğrunda medallarla, Vətən uğrunda medalı və Vətən müharibəsi qəhrəmanı kimi yüksək ada layiqdir. Səkinə xanım isə deyir ki, övlad itkisi çox çətindir. Amma anarın azadlığı uğrunda can verdiyi bu torpaqlarda yaşamaq onlar üçün böyük bir təskinlikdir. Təskinliyimiz ondadır ki, vətən azaddır, azad yaşayırıq, şükür. Məsələn, mən özüm Şəmkirdə böyümüşəm, Şəmkir vətəndaşı olmuşam, daha doğrusu qızıyam. Ancaq anar da burada anadan olub, o birisi evlatlarımız da Kəlbəcərdə anadan olub. Anarın atası da, yəni həyat yoldaşım da Kəlbəcərdə böyüyüb, onun havası ilə, suyu ilə, təbiəti ilə, gözəlliyi ilə, yəni böyüyüb, o ruh da böyüyüb. İndi də çox şükür ki, gəldik yenə də vətənimizə, gözəl şərait, evimiz, eşiyimiz, hər bir şəraitimiz var. Əliyevlər ailəsi deyir ki, həyatda kiminin bəxtinə səbir, kimininkinə də şükür düşərmiş. Təki vətən sağ olsun. İndi Azərbaycanımız bütöv, torpaqlarımız azad, vətəndaşlarımız gələcəyə ümidlidirsə, bu şəhidlərimiz sayəsində mümkün olub. Artıq Kəlbəcər gələcəyə inamla baxan insanların şəhəridir. Cavid İmaməliyev, Hüseyn Bağırov, Real.